Salam, hər vaxtınız xeyir olsun, əziz və hörmətli mənim izləyicilərim. Xoş gördük sizləri. Bugünkü verilişimizdə bizim iki qonağımız var. Biri qazimiz, biri də Qəlbinur aşığımız. Mən istəyirəm ki, bugün qazimizdən başlayaq. Qazimiz də əslən Laçınlıdır, müharibə iştirakçısıdır. Söz verək özü haqqında, qaçqınlıq həyatından, fəaliyyətinizdən bir bizə də məlumat verin, tanıyaq sizi. Mən Ağaxan Əhmədov, Əsən Laçın rayonundanam. Uzun müddət hərbiçi olmuşam. Yəni karyeram hərbiçi həyatı yaşamışam. Bir çox yerlərdə xidmətim olub. İndi hal-hazırda Vətən müharibəsi qazisiyəm. Yəni yaşamışam, qaçqınçılıq həyatı yaşamışıq bir müddət. İndi hal-hazırda Sumqayıtda yaşayıram. Yəni özüm haqqında hərbi danışdığım çox şey var. Yəni onu deyə bilərəm ki, yəni mən döyüş əməliyyatlarında bir çox yerlərdə olmuşam, bir çox döyüş əməliyyatlarımız olub. Buna baxmayaraq, yəni şəhidlərimiz də olubdur. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirəm. Yəni kursantlıq həyatı yaşamışam özüm. Yəni hərbi həyatım çox acınacaqlı olubdur. Buna baxmayaraq Allahın bu gününə şükür, yəni bir hərbiçi olaraq mən hər zaman fərəhlə özüm haqqında, yəni öz həyatımı yaşamışam. Füzulinin alınmasında, Xocavəndin alınmasında, Kəlbəzər, Qubadda alınmasında böyük nailiyyətlərimiz var. Yəni Allah heç bir kəsə belə deyim, bu çətin həyatı yaşatmasın. Bir də Azərbaycanda belə deyə bu çətin həyatı yaşamayaq inşallah. Yəni çətin həyat olubdur. Yəni bizim həyatımız hərbiçi həyatı çətin həyatdır. Mənə də bu verilişə dəvət elədiniz. Bir tərəfdən müharibə, bir tərəfdən qaçqınlıq, çətin həyat sürmüsünüz. Bəli. Az yaşınız olsa da, amma uzun fəaliyyətiniz olub müharibədə istər. Bəli. Qaçqınlıq həyatı necə təsir eləyir bizlərə? Yəni ki, mən bir daha izləyicilərimə, qazilərimizə, veteranlarımıza can sağlığı, şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun, şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Siz biraz qaçqınlıq həyatını harada keçirdiniz? Əslən Laçındansınız, sonra haralarda yaşadınız? Demək olar ki, 1992-ci ildə may ayının 17-sində Laçın işğal olundu. 92-ci ildə Ağcabədi rayonu Taxtakörpü ərazisində qaçqın şəhərçiliyi deyilən Ağevlər deyilən bir bizə paylanmışdı o vaxtlar. Çadır həyatı yaşamışıq. Yəni qamışdan tikililərimiz olubdu, yaşamışıq. Çox acınacaqlı vəziyyət olub. Kasıb ailədə böyümüşəm. Allah ölənlərə rəhmət eləsin inşallah. Amin. Valideynlərim rəhmətə gedibdi. Allah rəhmət eləsin. Atam zəhmətkeş adam olub, anam zəhmətkeş adam olubdu. Neçənci illərdə torpaq alandan sonra, yoxsa qaçqınlıq həyatında? Qaçqınlıq həyatı, bəli. Onda rəhmətə gediblər? Yox, bəli, qaçqınçılıq həyatında rəhmətə getdi. Onda hələ ki torpaq alınmamışdı. Allah rəhmət. Yəni ondan sonra döyüşlər başladı. Anam rəhmətə gedib 2017-də, atam rəhmətə gedib 2018-də. Döyüşlər başlayıb 2020-də. Yəni çox acınacaqlı vəziyyət. Ailədə 5 uşaq olmuşuq. 5 uşaq, bir bacı, belə deyək, 5 qardaş, bir bacı. İndi şükür Allah, öz həyatını yaşayır, hər şey qaydasındadır, şükür Allah. Yəni o çox çətin bir həyatdır. Yəni məcburi köçkünlük həyatı. Yəni bu günə baxanda o günü çətin həyatı insan heç vaxt yadından çıxartmır. Yəni çətin həyat elə bir həyatdır ki, onu insan yadından çıxarda bilməz. Çünki o keçmişin danan insan məncə heç insan ola bilməz. Allaha min şükür ki, yəni həmişə də keçmişimizlə yaşamışıq. Çox sağ olun, mən sizi çox kədərləndirməyim. Biraz burada başqa bir bizim qonağımız da var. Aşıq Qəlbinur Möhbətoğlu. Söz sizindir. Özünüz haqqında bir məlumat verin. İzləyicilərimiz də sizi tanısın. Biz də hər kəs salamlayırıq. Bizi izləyənlər də salamlayırıq. Siz də çox sağ olun ki, bizi dəvət eləmisiniz. Komandir Allah ömür versin. Allah şəhidlərimizə rəhmət eləsin. Mehriban xanım, çox yaralı bir yerdən başladıq.
vətəndən didərgin düşməyən bilməz, vətən nə deməkdir, el nə deməkdir. Utana gözü kölgəli, qürbətdə yaşanan il nə deməkdir. 1993-cü ildə atamgil Bərdiyə qarşı gəliblər. 94-cü ildə mən doğulmuşam. Siz də qaçqın həyat keçirmisiniz. Bəli, biz ailədə 5 nəfər idik, üzr istəyirəm, 2 bacım, 1 mən. Amma ona baxmayaraq bizim 2 boşqanımız var idi, 3 stəkanımız var idi. Atam aşıq olubdu. O günlər getsin, gəlməsin. Mən Kəlbəcərli Aşıq Möhbətin oğluyam. O qara sazla bizi dolandırdı, yeşəltdi, böyütdü, hamımıza təhsil verdi. 2021-ci ildə fevral ayının 26-cı günü atam dünyasını dəyişdi. Allah rəhmət eləsin. Önlərinizə rəhmət. Anam yaşayır, anam yaxşıdır. Şükür. Salamlar var idi. Salamlayaq ananızı. Bütün anaların əllərindən öpürəm, daşlarında baş əyərəm. Allah rəhmət eləsin. Bu qədər, belə qaşqın həyatı da biz yaşamışıq. İndi də ki, elə sazımızla, sözümüzlə Allah təala xalqımızı var eləsin, elimizi var eləsin. Toy şənliklərində, bayramlarda o qara sazımızla xalqımızın hər zaman qulluğunda olduq. Allah sizə ömür versin, can sağlıq versin. Elə sazlı sözü demişkən, bir saz ifası alaq sizdən. Mənim gözüm üstə. Buyurun. Unuda bilmirəm keçən günləri. Yadıma ellərin çox şi düşüb. Dan yeri açılar tökülər, səhər günəşin qoynundan çıxışı düşüb. Yadıma ellərin çox şi düşüb. Babaların taxta kürək yonluğu, nənələrin yer hanası qurduğu, qız gəlinin ilmə vurduğu, coraqda xalıdan axşı düşüb, yadıma ellərin çox şi düşüb. Kimsə dağ döşündə deyir şikəstə, çadırdan boylanar bir boy bəstə, nehrənin yağından yuxanın üstə, hənalı əllərin yağışı düşüb, yadıma ellərin çox şükür. Nüsrət keçən günü deyir kim unudar. Vardı bir-birə ilqar, etibar. Hava bərk tutular, ildırım vurar, ara bir şimşəyin çaxşı düşüb. Yadıma ellərin çox şişib, çox şişib. Komandirimiz buradadır, qazimiz buradadır, şəhidlərdən danışdıq, veteranlardan danışdıq. Mən həmişə deyirəm ki, mənim 3 qardaşım var. Şəhid, qazi, veteran. Yəni bunların seçmək lazım deyil. Şəhidlərimiz şəhid olub, məkanları cənnət olsun. Amma qazilərimiz, veteranlarımız canlı şəhidlərdir. Ona görə də bunları bir-birindən seçmək düzgün deyil. Yeri gəlmişsən, şəhidlərə aid bir şeir deyəcəm. Şəhidim.
bir gün içində qara saçlar ağaranda. Ürəyim dağ-dağ olur şəhid analarına baxanda. Sənin nələr çəkdiyini bilirəm, ay ana. Sən laylaydı, laylaydı balana. Bəzəkli qalıbdır gəlin otağı. Boşa getdi gənclik çağı. Ana deyib ağlayanda uşağı. Hər dəfə ölürəm, canım şəhidim. Hələ ana quzusuydu, nə yaşı vardı ki? Amma körpə balam şəhidliyə ucaldı. Həyatdan üzdün əlini, dar oldu sənə dünya. İynəyəsən sən balanı, harda? Burnuna gəlir onun ətri. Gözünün önünə gəlir onun hər sətri. Heç bir anaya qismət olmasın bala dərdi. Dedin yuxumda gördüm balamı. Qızıl güllər içindəydi. Dedin, oğlum 2 gül dərdi. Birini iylədi, o birini sevgilisinə verdi. Mənim əllərimi öpdü. Məndən üzr istədi. Dedi, ay ana, bağışla məni. Verdim sənə bu qədər dərdi. Dedi, ay ana, ağlama. Ay ana, mən ölmədim ki. Dedi, sən çox da üzmə özünü. Aç gözlərini mənə bax. Mən sənin yanındayam. Gecələr gəlirəm ay ana. Mən sənin isti qucağındayam. Sən rahat ol ay ana. Mən gələcəyəm. Səni heç vaxt yalnız buraxmaram. Gözlərini yum ay ana. Yum gözlərini. Bax, mən gəlmişəm. Sən bil ki, mənim gözəl ana, mən ölməmişəm. Mən ölməmişəm ay ana. Mən şəhid olmuşam. Mən şəhid olmuşam ana. Mən hələ ölməmişəm. Komandirimiz sizə söz verək. Çox sağ olun ifaya görə. Təşəkkür edirəm. Mən bu şeiri deyəndə hər birimiz qəhərləndik. Amma ki, sizin nələr çəkdiyiniz mən daha çox başa düşürəm ki, siz nələr çəkmişsiniz. Sizin gözünüzün qarşısında nələr olub, kimlər gedib, əziz canlar, dostlar. Çox gözəl yerdən danışdım. Həm həyəcanlı yerdir, həm belə deyək, elə bir nöqtədən danışdınız ki, Mehriban xanım, Allah sizə can sağlığı versin. Allah qalan analarımıza can sağlığı versin, ölənlərə rəhmət eləsin. Yəni mən ailədə anama çox bağlı olan adam olmuşam. İndi yəqin ki, buradan da efir vasitəsilə görəcəklər bizi. Yəni mənim hərbiyə gedəndə də mənim anam həmişə mənim dalımca su atardı, mənim dalımca ağlayardı hər dəfəsinə. Deyərdim ana, yəni yerim, səngərim su olsa da mən anama deyərdim ki, narahat olma, yerim, vəziyyətim yaxşıdır. Amma bilirdim ki, anam mənim üçün çox əziyyətlər çəkir. Bunu, yəni tək mən yox, bunu hərbi sistemdə çalışan qardaşlar yaxşı bilərlər. Yəni bizim çəkdiyimiz əziyyətin 2 qatın valideynlər çəkirlər. Bu, yəni bu hər yerdə belə olar məncə. Ana sevgisi
əvəz olunmaz bir sevgidir. Ana sevgisi elə bir sevgidir ki, heç kim o sevginin qarşılığını verə bilməz. Heç nə ilə əvəz bəli. olunmaz. Elə bir sevgidir. Mənim də neyim? Yəni mən həyatımı hərbi ilə bağladım. Hərbi həyatımı seçdim. Allahın bu gününə şükür. Yəni mən ilk xidmətim Tərtər tərəfdə olub. Tərtər istiqamətində olmuşam. Tapqaraqoyunlu Borsun istiqamətində olmuşam. O vaxtlarım manga komandiri işləyirdim. TKM deyirlər. Tam komandir müavini kimi fəaliyyət göstərmişəm. Bir müddət o zonada işləyəndən sonra, ondan sonra kəşfiyyat bölüklərinə elə oldu ki, seçildim. Kəşfiyyat bölükləri yaranmağa başladı. Ensaylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət eləməyə başladım. Əməliyyatçı kimi, əməliyyat qrup komandiri kimi işlədim. Həmlə taboru deyilən bir tabor var idi. O taborun tərkibində mən əməliyyat qrup komandiri işlədim. Həmin tabor Tərtərdə yerləşirdi. Yəni təlimlərimizdə, taktiki təlimlərimizdə, istər belə də hücum əməliyyatlarında, istər bəzi əməliyyatlarda Allaha şükür, yəni müəyyən nailiyyətlərimiz də olubdu. Müəyyən belə deyək, düşmən tərəfə, yəni bizim çox böyük zərbələrimiz də olubdu. Bizə o sevgini aşılamışdılar, yəni ana vətən sevgisi. Biz o sevgi ilə, yəni vətənimiz uğrunda canımızı fəda eləməyə hazır olmuşduq. Yəni elə vaxta gəldi ki, yəni bu 2020 döyüşlər başladı. Döyüşlərə nəinki Azərbaycanda belə deyil, o sırf yerində qalan hərbi sistem qoşuldu. O şu vətənpərvərlik elə bir Ordumuz, ki, ordumuz mən belə bilirəm ki, başa düşürəm də ki, yəni hər dəqiqə hazır idi. bəli. Baş komandanın əmrini gözləyirdi. Baş komandan əmr verəndən sonra Allah baş komandanımıza da can sağlığı versin ki, bu 30 illik bizim həsrətimiz qayıtdı torpaqlarımız. Bəli. Biz Qarabağ həsrəti ilə mən hərdən bir mənə sual verirlər ki, Mehriban xanım, siz Qarabağlısınız? Deyirəm, yox. Amma mən elə bilirəm ki, mən Qarabağın bütün bölgələrini qarış-qarış gəzmişəm. Çünki o qədər mən Qarabağa bağlıyam, o qədər Qarabağdan şeirlər demişəm. Kəlbəcərə, Qaçına, Şuşaya, hər yerdə, hər bir bölgələrə mən elə bir oraları gəzmişəm bax belə. Evet. Amma heç bir dəfə də olsun ki, mən Qarabağda olmamışam. Siz də ki, Allah maşallah. İnşallah olarsınız. Maşallah deyək. Yəqin ki, komandanın əmrini qəbul etdiniz, torpağı aldınız. Allah ordumuzu qorusun, Allah əskərlərimizi qorusun. Heç vaxt onların pis sədası analara, valideynlərə, tanıdıq bildiklərinə pis sədaları gəlməsin. Hər bir əskərimiz xeyirli, sağ-salamat evinə, eşiyinə dönsün, gəlsin. Mən bir də ki, komandir deyim sizə, komandirsiz, XTG-də çalışmışsınız, fəaliyyətiniz olub. Qısaca biraz ondan da məlumat verin. Yəni, xüsusi sənədli qüvvələr mənsubu olmaq, xüsusi sənədli qüvvələrdə işləmək elə bir ruhdur ki, elə bir, belə deyim də, insan elə bir, düzdür, çətin peşədir. Biri var quru qoşunların hansısa bir sistemində işləyəsən, biri var ki, sırf xüsusi sənədli qüvvələr mənsubu olasan. Yəni, bir söz var, deyir, xüsusi sənədli yetişdirmək olmur. Yəni, onu anadan elə doğulasan. Hə, yəni qanda olsun o. O insanın qanında olmalıdır. Əvvəlki Cəmşid Naxçıvanski adına məktəbdə də oxumusunuz, mən biləni. İndi Heydər Əliyevin adınadır o məktəb. O məktəbə də salam göndərək, oranın rəhbərliyini salam göndərək. Çünki mənim oğlum da oranı, Spesnaz əvvəl deyirdilər, oranı oxuyub. Sizə can sağlığı, başqa nə deyə bilərik? Allah sizə can sağlığı versin, indən sonra qalan ömrünüzü xoş firavan keçirəsiniz. Mən də buradan komandirlərimi salamlayıram. Salamlayın. Bağırma basıram. Çoxu şəhid olubdu. Yəni ona görə mən sizə dedim, gələndə də dedim, mən heç vaxt döyüşlərdən sonra səhv eləmirəmsə bir dəfə, iki dəfə medal taxmışam. Mən medal taxmıram. Çünki mən öz dostum bildiyim, qardaşım bildiyim bir sırfada oturdum oğlanı mən şəhid verdim. Ona görə mən ondan sonra söz verdim ki, o necə ki şəhid oldu, o medal ondan getdi, məhv oldu. Mən üstümə medal taxmayacağım.
Doğrudan da Yəni, mən də mənim- qeyd edeyim ki, siz çox sadə bir insansınız. Çox sağ ol, Allah Çox razı olsun. sadəsiz. Elə insan var ki, adamın gözünə soxur medalları. Bəlkə də heç o medala layiq olan bir insan Bəli, deyil. Mən buradan açıq bir etiraf eləyəcəm. Bax, bu formanı giyinəm, bu forma ana, vətən, bir də bu formadır mənim üçün. İzləyicilərimiz, verilişimiz davam eləyir. Biz sizləri həyəcanlandırdıq. Yəni çox yormaq istəmirik. Yenə də aşığımıza söz verək. Aşığımız bir gözəl musiqi alaq sizdən. Anadan olmuşam Novruz ayında. Qarşılayıb məni bayramla dağlar. Layla deyib çiskini ilə, çəni ilə bənövşə bitirən ayla o dağlar. Boya başa yetdim, oldum növ cavan. Balla qaymaq verdi, qoymadı yavan. Saç çalıb toy etdim, mən qurdum dövran. Avaz verdi zillə, bəmlə o dağlar. Mühibbət arzular hər an, hər zaman. Qayıdaq vətənə sahibi zaman. O yerlərdə toy eyləsin, mən ozan yenə də şən olsun, ellə o dağlar. Baxçı bağa qıydı, bağban bir gülə. Qıymayanda dərd öldürər adama. Vurulasan bir duygusuz gözələ, duymayanda dərd öldürər adama. Tənha olma, bu dünyanı gəz, ara. Nə bilmək olar ki, kim çatar kara. Uyursan dost deyib salırlar tora, uymuyursan dərd öldürər adamı. Abbas, bu dünyanın işi çətindir. Nə biləsən namərddirmi, yakimdir. Soyursan ağrıyır öcə ətindir, soymuyursan dərd öldürər adamı. Aşığımız çox sağ olun. Gözəl ifalarınıza görə sizə mən bir-iki dənə suallarım olacaq. Bu bizim ənənəvi suallarımızdır. Qəlbi nur. Bu bir. Bəli. Təxəllüs. Necə oldu ki, siz Qəlbi nur təxəllüs aldınız? Qəlbinur çox gözəl sual verdiniz. Qəlbinur mənim təxəllüm deyil. Qəlbinur mənim adımdır. Adınız Qəlbi nurdur. Bəli. Maraqlıdır. Nə gözəl. Vallahi o vaxtı atam qoydu. Heç mən olmamışdan qabaq. Yəni yuxusun görüblərmi? Allah Taala tərəfindən səada gəlib. Doğrudan qəlbiniz nurdur. Həqiqətən üzünüzdən nur tökülür. Tərifləmək olmasın. Var olasın. Yəni yaxşı insana oxşayırsınız. Sizi tərifləyən təriflədi mənə ki, belə bir aşığımız var. Çox gözəl aşıqdır. Sağ olsun Nahidə xanım. Vasitəsilə Nahidə xanıma salam salamlayıram. göndərək.
Doğrudan da o özü də çox gözəl müğənnidir. Çox gözəl qəlbi var. Sizi də onun da qəlbi çox gözəldir. Sizin də qəlbiniz həm nurludur, həm də adınız Qəlbi Nurdur. Bəli. Çox Bəli. gözəl. Mən sizə təbrik edirəm bu ada görə. Bir də ki, sənətə, bu aşıqlıq sənətini hardandır sizə? Necə oldu gəldiniz siz? Mehriban xanım, belə bir söz var, deyir ki, eldən öyrənmək, evdən öyrənmək. Mən SSR-nin dövründə vaxtilə, indi lor dildə desək, Əmbəkçidən deyirdilər. Ustad aşıqların birinin evladıyam. Mən Kəlbəcərli Aşıq Möhbətin oğluyam. Allah ölənlərə Allah rəhmət rəhmət eləsin. eləsin. Alanlara can sağlığı versin. Mən elə belə bir söz deyim, məni saz çalıb öyrənməyim, eşməyim yadıma gəlmir. Elə mən göz açdım, hər sazla, sözlə, elə yavaş-yavaş dıngıldada, sonra məktəbinə getdim, sonra bu birisi məktəb oxuduq. Gəldim, oldum, özümə aşıq demərəm, onu xalq deyir, tamaşaçılar Yəni deyir. sizdə nəsillikcə, fitri istedadlardır. Mənim əmim oğlanları da saz ifa eləyirlər, mamam oğlu elə buradan salamlayıram, aşıq Təxmini neçə söhbəti. aşıq var sizin nəsildə? Ata tərəfimdə bir 20-yə yaxın var. 20-yə yaxın. Bəli, əmim uşaqları, Ay, maşallah. mamam uşaqları. Allah qorusun. Çox sağ olun. Atamın çox tələbələri var. Azad müəllim, Vəkil müəllim. Yəni hamısını salamlayıram. Aşığı Sağı salamlayıram. Mən də ki evladıyam. Dəyərli aşığımız, belə bir kitab əldə eləmişəm. Bu sizin kitab deyəsən, Qəlbi Nur, Möhbət oğlu. Tək mənim yox. Siz nəşr etdirmisiniz bu Bəli. kitabı? Hə, çox gözəl. Təbrik edirəm sizi. Çox Bu sağ olun. üz qabığındakılar kimlərdir? Deməli, babamdır, atamın atasıdır, o birisi də nənəmdir. Allah rəhmət eləsin. Cəm ölənlərə rəhmət. O kişi ilə o Bu da arvadın... sizsiz. Bəli. Çox gözəl. Çünki bizim nəslin böyük nümayəndələr olardı. Hal-hazırdan kiçik nümayəndə də yaş dərəcəsində mənəm. Sizsiz. Bəli, məndən balaca nə əmi oğlu, nə bibi oğlu. Hələ yoxdur sizdən sonra. Bəli, bəli, sonuncu mənəm. Amma davam elətdirmək lazımdır indi. İnşallah da əlbəttə ki, mənim babamla nənəmin atamgildə 8 evlad olublar. 7 oğul, bir qız. O deyir 7 oğlum olsun, bizdə də qızım. Mənim atam, əmilərim, bir dənə də bibim olubdu. Hamısı qələm sahibi olublar, yazar olublar. Mənim atamın çox böyük arzusuydu ki, belə bir kitab işıq üzü görsün, amma çox təəssüflər olsun ki, atam onu Görmədi. görə bilmədi. Allah rəhmət eləsin. Mən ölənlərimizə rəhmət. Mən elə Ruhuna həyan olur, yəni ruhu bilir. əlbəttə ki, onun arzusunu yerinə Bəlkə də yetirmək. buralardadır. Mən onun arzusunu yerinə yetirmək əlbəttə ki, mənim üçün böyük bir qürurdur, bir şərəfdir, bir evlad olaraq, bir ustadımın şagirdi olaraq mənim üçün şərəfdir bu. O zaman niyə bu qədər üzə çıxa bilmədilər? Qaçqınçılıq, köşkünçülük, indi komandir o həyatı yaşayıb, gözəl bilir. Qaçqın həyatı Bəli. keçirmişsiniz. Kasıbçılıq, kasıb böyüsək də, amma çox sağlam, savadlı böyüdük. Allah ölənlərə rəhmət eləsin. Əsas odur. Atam o qara sazla bizim hamımızı yekəltdi, boya başa gətirdi. İndi üzr istəyirəm, məni yox, bacılarımı yan-yön elədilər. Hamısı o qara sazın hesabı. Neçə bacınız var? 2 bacım var, bir də mənəm. Bir oğlan mən. Allah can sağ, evlidirlər də yəni. Bəli, bəli. Bəs olan balaları heç həvəsi yoxdur saza? Yox, bacım oğlu Abbas, maşallah. Elə buradan da dayısının ürəyidir, salamlayıram. Əmoğlu Qoşqar da salamlayıram. Əmoğlu Qoşqar da rəhmətli Abbas əmin oğludur. Bayaq işte şeirin dediyim əmin. Bütün əmoğulları, qohumları salamlayıram. Hər biriniz var olasınız. Amma ən əsası anamın əllərindən öpürəm. Anam mənim həyatımdır, varlığımdır. Anası sağdır. Anam durur, bəli. Hə, salam gedək. Salamlayırıq ananızı. Əllərindən öpürəm. Allah ömür var olasınız. versin, sağlıqlı uzun ömür. Belə bir qərara gəldim ki, kitabı çıxartmaq lazımdır. Çox gözəl. Əmim oğlanlar da sağ olsunlar, mamam uşaqlar da sağ olsunlar. Elə birtəhər Topalaşdıq. köməkləşdik, hə, topalaşdıq. Buradan Dədət Elmanı salamlayıram efir vasitəsilə. Telman gözəl. Hüseyni ön sözü Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bu yaxınlarda da 85 illik keçirildi. Allah ömür Allah uzun versin. ömür versin. Sağ olun. Bizim ağsaqqaldır, hər zaman köməyimizə çatıbdır, var olsun. Elə Telman müəllim ön sözü yazdı. Gətdim burada çıxartdım belə.
Çox Allah'a gözəl. şükür o arzumuz yerinə yetdi. İnşallah daha ki Buna yaxşı olur. fikirləşmisiniz. Bu bir tarixdir. Burada kimlərin şeirləri var? Orada bütün əmilərimin, əmim oğlanlarının, mamam Bütün oğlunun şeirlərdə altında yazmısınız ki, kimin bir Yoxsa- dəqiqə üzr istəyirəm. Bax, bir bax kimin şeiri başlayacaqsa, şəkili, ön sözü, Aha, başa ondan sonra düşdüm. şeirləri gedir. gözəl. Əmim oğlanlarının da şeirləri var orada. Mamam uşaqlarının, oğlanlarının Bu şeirləri. bir tarixdir. Mən üzr istəyirəm. Bu kitabı burada nəşriyyatda çıxartdıranda bir alim gəldi. Adını çəkmirəm. O Qurani-Kərimi Azərbaycan dilindən, Latın əlifbasına çöndərirdi ki, yəni bilməyənlər öyrənsinlər. O dedi bu nədir? Dedim belə-belə. Dedim mən dünya ədəbiyyatında oxumuşam. Dünya ədəbiyyatını dedim mən oxumuşam. Bu dünyada belə bir şey yoxdur ki, bir kişinin, bir arvadın 8 evladı ola, bunun hər biri qələm Doğrudan sahibi yoxdur. ola. Doğrudan. Nəvələri qələm Çox sahibi ola. maraqlıdır, həqiqətən. Nəvələri də. Bəli, bəli. Kəlbəzən bir Qarabağ bölgəsi. Fütur istedadlılardır Əlbəttə ki, bunlar. Kəlbəcər Allah Taala hər yerə bir gözəlliyi, bir neməti verir. Kəlbəcərə də ki şeiriyyatı, sazı, söz verir. Allahın verdiyi bir vergidir. Allahımıza qurban olaq, şükür eləyə Allahımıza. Sizin də ki bu kitabı çıxartmaqda çox gözəl iş görmüsünüz. Alqışlayıram mən sizə. Var olasınız. Bu yaxınlarda Dəridağ Ədəbi Şairlər Birliyi var. Bizim Kəlbəcərin Dəldağ Kəlbəcərdədir. Oranın direktoru Namiq müəllimi salamlayıram. Namiq müəllim Dəldağlı şairdir, jurnalistdir. O da məni dəvət elədi. Həm də Dəridağ Ədəbi Şairlər Birliyinin, yəni üzvlüyünə seçdilər, üzvlüyünə Dəridağ. yazıldım. Təbrik edirik Çox sizi. sağ olun, çox var olun. Hə, çox Həm gözəl. də Dəldağ Ədəbi Şairlər Birliyinin üzvüyəm. Var olsunlar. Davam eləyin, heç olmasa siz davam eləyin, nəsli yaşadın. Yox, əlbəttə ki. Deyirlər ki, saz söz itib heç vaxt itməyib. Xeyr. Saz söz heç vaxt da itməyəcək. Bilirsiniz, saz bizə ululardan bir yadigardır. Saz niyə pastayanı həmişə, hər zaman sinəmizdə olur. Saz başa düşən, musiqi duyumu olan insanlar üçün saz bir dünyadır. Bir aşıq, bir orkestrdir. Bəli. Bunu mən yox, ustadlarımız deyibdi. Ələsgər baba deyibdi, Şəmşir baba deyibdi. Allah onlara rəhmət eləsin. Allah ustadlarımıza rəhmət eləsin. Saz aləmində olan aşıqlara, saz ifaçılarına hamısına can sağlığı arzulayıram. Sağ olsunlar ki, bu sazı yaşadırlar. Əlbəttə ki, mən Həmişə də yaşatmaq lazımdır. sənət yoldaşlarımın hər birini salamlayıram, hər birisinə. Salamlarımı göndərirəm, var olsunlar. Adlarını çəkə də bilərsiniz. Və mənim dəyərli əmmim oğlu, gözəl qardaş, Xaliq İlqar oğlum buradan salamlayıram. Mənim dostumdur. Dəyərli bir oğlandır. Xaliq səni salamlayıram, öpürəm, bağrıma basıram. əmim Allah oğlu. can Var sağlığı versin. olasınız. Ölənlərə Allah rəhmət eləsin, qalanlara can sağlığı. Amin. Beləliklə sizdən bir dənə də ifa alaq. Siz Mənim gözüm üstə. buyurun. Baş üstə. Talehin əlindən düşdüm ellərə. Qəm-kədər çağırdı meydana məni. Haqq ilə haqq aşkar olsa da haqqım özü atdı pünhana məni. Başıma gəlibdir yaman qəzalar. Pünhan Mövlan işimi eyləsin aşkar. Titrədi cismimdə bütün azalar, saldı çovğuna, borana məni.
Nəcəf deyər işim düşdü təxirə. Pənah gətdim haqdan gələn səbrə. Ümidim var ağam Cənab əmrə, bəlkə çıxarda bir yana məni. Dillərdən eşidib sevdiyim kəndim. Şükür Allaha biz qayıtmışıq. Atamın, babamın gəzdiyi yaylaq, şükür Allaha biz qayıtmışıq. O buz bulaqları, göy yaylaqları, yamyaşıl meşəli hündür dağları, pəhləvan biləkli gəlin həyalı doğma kəndimizə biz qayıtmışıq. Qəlbinurəm sənə gəlləm vətən mən. Qəriflikdən dilə gəldim yenə mən. Qayıdıram öz elimə, kəndə mən. Doğma Şahkərəmə biz qayıtmışıq, ana vətənimizə biz qayıtmışıq. Hörmətli komandirimiz, dəyərli vətən oğlu, sizə bir sualım olacaq. Siz necə oldu ki, hərbiçi oldunuz? Əslinizdə, nəslinizdə, yəni sizi davam eləyən, bu gözəl formanı geyinə bilən, ona layiq varmı elə biri? Elə sual verdin ki, həqiqətən də mənim hərbiçi olmağıma ailəmdə heç kim razı deyildi. Həqiqətən razı deyildi. Çünki bizim özümüzün dayı tərəf, əmi tərəf belə deyə, yəni düzdür, əskəri həyatı yaşayıblar, əskər olublar, amma sırf hərbiçi həyatı yaşamayıblar. Yəni deyəm ki, 2 il, 3 il nə qədər vaxtdasa xidmət eləyiblər, xeyr, belə bir şey olmuyor. O nəsildə olubdu. Amma ata tərəfim, ata tərəfim belə deyə, ana tərəfimdə yəni bəli olubdu. Amma bu qaçqınçılıqdan sonra mənim ağlım kəsəndən mənim elə bir insan görməmişəm. Yalan deyirəm. Yoxdur hələ. Bəli, yoxdur. Mən də hərbiyə gedəndə anam çox narazı idi. Yəni, gəldim, bir müddət qaldım. Dedim, mən birdən ağlıma gəldi, mən hərbiçi olmalıyım. Mən bu peşəni seçməliyəm özüm üçün. Düzdür, çətin peşədir. Yəni şəraitlə, mühitlə bağlı da. Bəli, şərəfli peşədir, çətin peşədir, məsuliyyətli peşədir. Yəni, yenə deyirəm, bu günə şükür. Yəni, Allah şəhidlərimizə rəhmət eləsin. Bu günü bizə bəxş edən bizlər deyilik, şəhidlərimizdir. Ruhları qarşısında baş əyirəm. Buradan ailələrinə səbr diləyirəm. Allah torpağı sana hər birinə ömür versin. Məkanları cənnət məkanı olsun, həmişə yerləri. Yəni, ruhları şad olsun ki, başını sözünüzü kəsmirəm, davam edirik. Amma ki, mənim dəyərli xalqım, nənələr, babalar, yaşlılar, həmişə evdə təbliğat aparın, həmişə şəhidlərimizin adını çəkin, onlar haqqında danışın, müharibələr haqqında danışın, başımıza gələn bu qaçqınçılıq həyatından danışın. Yəni, heç vaxt şəhidlərimizi unutmayaq, qazilərin zəhmətini unutmayaq. Onların sayəsində biz öz evimizdə, eşiyimizdə rahat oturmuşuq. Allah bizlərə bir də o günləri qismət eləməsin. Buyurun, sözünüz varsa, davam edin. Bizi Ensali hərbisiyə yerləşdirdilər. Oradan Cəbrayıl Xocavənd istiqamətinə, Füzuli istiqamətinə getməli idi. Elə oldu ki, döyüş Xocavənd istiqamətinə təyin edildi ki, oradan əsas düşmənin cəmləşmə rayonları var idi ki, o rayonlar oradan götürülməli idi, vurulmalı idi belə deyək. Biz o istiqamətə yönləndik. Orada özümün manga deyirlər də, yəni biz hərbidə manga tağım. Mən tağım komandiri kimi verilmişdim. Snayper tağım komandiri kimi verilmişdim. Mənim əsas silahım snayper idi.
Yəni biz hücum əməliyyatına girdik. Orada yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Çox danışanda biraz həyəcanlanıram. Həqiqətən də yaşamaq istəmirəm o anları. Orada qardaşlarım oldu, çoxu şəhid oldu mənim. Yəni Neçə yaşındaydı oradakı əsgərlər? orada Azərbaycanın bütün rayonlarından var idi. Təxliyə qrupunda da əsgərlərim var idi. Snayperdə aşağısı bir 21 yaş, 22 yaşında olan əsgərlərim var idi ki, onlar səfərbərlik könüllüdən gələn əsgərlər. Amma sizi inandırım ki, hamısı elə vətənpərvər ruhda gəlmişdilər ki, Allahımıza and olsun. Yəni onu təsəvvür eləyə bilmirsən. Yəni belə deyək, o bir də deyirlər bu canavar kimi insandır. Yəni o ondan da ötkün idi, ondan da üstün idi. Yəni müharibədə elə bir ki, qan gözlərini tutun, ancaq irəli. Mən şahidi oldum, gözümün şahidi oldum. Erməni tərəfdən elə oldu ki, Ergədə 7 deyilən bir şey var, qumbaratan deyirlər. Onunla atdılar. Yəni o elə bir ki, biz dağın bu üzündə idik. Elə bir ki, atılan tərəfdən, düşmən ki, atan tərəfdən bizi tutmurdu. Yəni biz Qırmızı Bazar istiqamətində idik, Xocavənd tərəfdə. Cəbrayılın Qırmızı Bazar belə Xankəndindən aşağı hissədə yerləşir, dərənin hissədir. Orada atdılar. Atanda mən elə bir ki, düzdür, indi bir komandir olaraq həm öz həyatımı fikirləşirəm, həm əsgərimin həyatını fikirləşirəm ki, əsgərim, əsas gözüm əsgərimdədir. Əsgər dedi ki, komandir falan yeri vurdular. Mən artıq baxdım ki, yəni vurulan yer bunların yanında demədim. Vurulan yerdə mənim 2 nəfər hərbçi yerləşdirmişdim ki, onlar orada artıq snayperlə ki, halbuki həmin yeri vurublar, düşmən həmin yeri vurub. Biz onları orada düzdür, Allah belə deyilən düşmənin əhlət eləsin. Mən həmişə elə deyirəm. Yəni orada düşmənin meyitləri qaldı. Biz oradan bizi sonra başqa irəliləməli olduq. Orada yüksəkliklər çox idi. 417 yüksəklik var idi. Orada 154 var idi. 316 yüksəklik vardı. Həmin yüksəkliklərdə bizim artıq hərbçilərimiz belə deyək də o yerləşmə, cəmləşmə rayonu deyirlər, cəmləşmişdilər. Döyüşlər çox ağır gedirdi. Döyüşlər çox ağır gedirdi. Azərbaycanın belə deyək, Qarabağın bütün istiqamətlərində döyüşlər gedirdi. Amma yenə deyirəm, əsas müharibədə əziyyət çəkən en saylı hərbi hissələr, onlar bir ucu yəni xüsusi təyinatlı qüvvələrdir. Xüsusi təyinatlı qüvvələrdir ki, bu qüvvələr yəni birbaşa Ali Baş Komandanın əmrinə, yəni hamı Ali Baş Komandanın əmrində idi, amma xüsusi təyinatlı qüvvələrin əməyi başqa idi, yəni gücü başqa idi. Yəni onlar Qarabağın alınmasında mən 99% deməzdim, 99,99% xüsusi təyinatlı qüvvələrin yəni əməyi, rolu böyükdür. Orada bütün qüvvələr var idi. İstər daxili qoşunlar, istər başqa qoşun növləri var idi, amma əziyyət daha çox xüsusi bölmənin üstünə düşmüşdü. Yəni biz o əziyyəti gördük. Yəni özüm də belə çalışıram ki, yəni o ürəyimdə o hissi yaşayıram. Yəni ölüncə məndən yaşayacaq o şəhid qardaşlarımın. O görüntü gözümün qabağından getmir heç bir zaman. Mən həmişə üz-üstə bir də deyirlər ki, niyə ağlayırsan? Mən bir də görsən elə olur ki, ağlayıram. Keçən həyatımı ağlayıram. Yəni elə vaxt olur ki, yəni özümə nifrət eləyirəm. Yəni kaş mən o həyatı yaşamazdım. Amma bir şansdır. Verildi o həyatı yaşadım. Buna çox şükür. Çox sağ olun, komandir. Sağ ol. Təşəkkür edirəm müharibədə iştirakınız üçün. Biz Azərbaycan xalqı sizlər üçün qürur duyuruq, fəxr eləyirik siz kimi oğullar üçün. Allah sizlərə can sağlığı versin. İndən sonra bir daha müharibə olmasın. Bir də ki, vətəni sevməyəndən vətənpərvər ola bilməz. Siz deyirsiniz ki, orada əsgərlər çox vətənpərvərlik hissi var idi. Onlarda elə irəli getmək istəyirlər. Deməli, vətəni sevirdilər onlar. Mən arzu edirəm ki, bizim gənclərimiz hər zaman vətəni sevsinlər, vətənpərvər ruhda böyüsünlər. Çox sağ olun, elə şəhidlərimizin ruhu bir daha şad olsun. Mən bir dən də şeir demək istəyirəm. İcazənizlə şəhidlərə aid bir şeir də deyim. Əziz tamaşaçılar,
Verilişimiz devam edir. Mən şəhidlərə aid bir şeir də deyəcəm. Buyurun, icazənizlə. Olur mu? Buyurun, buyurun. Dur gedək. Dur gedək şəhidim. Gəldim şəhidimin ziyarətinə. Sən nə tez qovuşdun əbədiyyətinə. Sadiq çıxdın vətəninə, elinə. Tezdir şəhidim. Hələ tezdir, dur gedək. Havada yaman soyuqdur. Heç üstündə yorğan da yoxdur. Səni gözləyənlər çoxdur. Dur gedək şəhidim. Hələ tezdir, dur gedək. Xaralı yorğan da səni gözləyir. Bütün el, oba sənə ağlayır. Bəy paltarında artıq köhnəlir. Dur gedək şəhidim. Dur gedək, hələ tezdir. Uzaq düşdün ata-anadan, bacı qardaşdan. Nə baxırsan o mərmər daşdan? Sən şəhid oldun gənc yaşdan. Sənə yalvarıram şəhidim. Dur gedək. Dur gedək, hələ tezdir şəhidim. Nə olar? Dur gedək. Dur gedək. Aşığımız bir sual verim sizə. Buyurun. Siz bildiyimiz qədər atanız aşıq olub. Bəli. Ata tayfacısı da, ata nəsli, əmiləriniz, əmil oğlanlarınız aşıq olublar. Bəs siz hər hansı bir atanızın evə girəndə sazla girir də, nə isə ifa etdiyi o xatırlayırsınız, yadınızdadır? Əlbəttə ki, həmişə atam evimizdə sazı köynəyindən çıxardanda birinci el havası salırdı. Hətta sual verdim bir dəfə ki, ata niyə həmişə sazı köynəyindən çıxardanda el havası salırsan? Dedi, oğul, el havasını hər dəfə elə dedi, o mizrabı vurduqca elim, obam, yurdum hamısı gəlir gözümün qabağından keçir. Deyirdi, aşıq elsiz, el aşıqsız olmaz. Əlbəttə ki, hər bir şey gözümün qabağındadır, xatirə kimi gəlir, gedir. Çətin bir dərd, çətin bir işdir. Bir evlad üçün həm ata-bala, həm müəllimin, həm ustadın, həm sənət yoldaşın, həm dostun, həm də bir oğul. Təbii ki, elə bir atanı itirmək çox çətindir. Allah rəhmət eləsin. Ölənlərinizə rəhmət. Ölənlərə rəhmət, Qalanlara can sağlığı. Var olun. Mehriban xanım, siz atam barəsində bir sual verdiniz. Elə mən istəyərdim ki, atamın o sevdiyi havanı az da olsa bir müşahidə edeyim. Buyurun. Dəyərli izləyicilərim, verilişimizin vaxtı məhdudlaşır, az qalıb verilişimizə.
Saz məni o qədər ruhlandırdı ki, mən bir şeir də demək istəyirəm. İnsan ol, insan. Deyirəm, səslənirəm. Gözləri aç, dövləti çox olan bəzi insanlar. Deyirəm, səslənirəm. İnsanlığı olmayanlar. Var, dövlət topladınız, sərvət topladınız. İnsanlıqdan başqa hər şey aldınız. Deyirəm, səslənirəm. Ayrım var dövlətinizdən, sərvətinizdən. Bəlkə biraz da satışda olmayan, səndə tapılmayan bir vicdan alasın. Sənin varın, dövlətin, villaların, şirkətin. Varını, dövlətini satsan da, yenə yenidən əldə etsən də, lap özünü assan da, yetməz sənin paran pulun bir vicdan almağa. Bir insanlıq almağa. İnsan nə qədər zəngin olsa da faydası olmaz. İnsan kimi tanınmaz. Var dövlət çox, insanlıqsa yox. Ey insan, insan ol, insan. İnsanı yarattı fələk. Fələyə etmə kələk. Vallah bir gün gələcək, mənşər dağına çəkiləcəksən. Vallah billah oda alova atılacaqsan. Odda alovda çıtır çıtır yanacaqsan. Səsinə, fəryadına gələ bilməyəcək biriləri. İmdadına yetməyəcək sənin kimiləri. Varın dövlətin çox, heç məsləyin də bəlli deyil. Bilinmir kimsən sən, nə idi sənətin? Şərəfsizlikdən başqa olmadı ismətin. İnsanlıq yoxsa sən nə biləsən insanın qiyməti? Ey insan, insan ol, insan. Girmə insan haqqına. Girmə kasıbların, şəhidlərin ahına. Girmə. Girmə yetimlərin, kimsəsizlərin göz yaşına. Biraz şərəfli ol. Biraz qanlı ol. Biraz ədəb ərkanlı ol. Biraz imanlı ol. Şərəf yox, vicdan yox. Gözün doysun yeter artıq. İnsan ol, insan. Şöhrət qazan, hörmət qazan. Mərifətin olsun. Əş dünyanın malı dünyada qalır. Əzrail gələr, inşallah sənin də canına var. İnşallah sənin də canına var. Sağ olun əziz və hörmətli tamaşaçılar. Gələn görüşlərədək görüşmək ümidi ilə. Sağ olun. Sizlər də sağ olun. Təşəkkür edirəm sizlərə. Dost da qohum da indilər.
Dost da qohum da indilər dolanır varın başına. Zəmanədən incimişəm, and olsun yarın başına. Yolçu yol üstə zarıyır, xəstə qol üstə zarıyır, bülbül kol üstə zarıyır, bəxtəvər xarın başına. Bir bəri bax, haqlı adam, qolları budaqlı adam, gör neçə qulaqlı adam yığışıb karın başına. Yazsam da 100'də birini, bir sözüm almır yerini, cırın Telmanın şeirini, qaytarın vurun başına.